Azərbaycan Kəlağayı İctimai Birliyi xalqımızın milli irsi olan kəlağayının təbliği, qorunması, gələcək nəsillərə ötürülməsi məqsədi ilə yeni kitab çap etdirib. Bir neçə kitablarımız işıq üzü görübdür. Hamısı Kəlağayıdan bəhs edir və klassiklərimizdən tutmuş bu günümüzə qədər yaşayıb yaradan şairlərin, yazıçıların orada yazıları, şeirləri yer alıbdır və düşündük ki, bu nənələrimizin ruhunu sevindirə bildik. Ulu babalarımızın ruhunu da sevindirmək lazımdır. Onların örtdüyü o milli papaq, kişi papağı, Buxara papaq, Qaragül papaq, o papaqlar da önə gəlsə daha gözəl olar və çox araşdırmalar apardım, oxudum kitabları və təsəvvür edin, bir kitabdan bir misra söz tapmaq üçün mən neçə kitab oxudum ki, görək bu papaqlardan nə deyilib, nə danışılıb və o qədər dəyər gördüm, o qədər ehtiram gördüm və bundan uzaqlaşmamaq üçün, bu milli dəyərlərimizi gələcək nəslə çatdırmaq üçün Babamın papağı, Nənəmin Kəlağayısı adlı kitabımız bu il işıq üzü gördü. Ta qədim zamanlardan dövrümüzədək türk kişisinin başında papağın, xanımın başında kəlağayı, şal, ləçək və digər milli baş geyimlərinin olması əsas şərtdir. Çünki bunlar insanın şərəf nişanəsi kimi dəyərləndirilir. Bu mənəvi dəyərləri gələcək nəsillərə ötürmək üçün bu kitab bir nümunədir. Xalqı yaşadan onun milli ruhudur. Milli ruhu yaşatmaq üçün ən böyük amillərdən birisi də odur ki, onun milli mənəvi dəyərlərinə xüsusi münasibət olmalıdır. Milli mənəvi dəyərləri yaşamayan xalq uzun ömürlü ola bilməz. Bu münasibətlə yeni çapdan çıxmış bir kitabımız da var. Papağın qeyrət rəmzi kimi təbliğ olunmasının bizim müasir çağdaş dövrümüzün gənclərinə də böyük təsir olacaq. İpəkdən toxunmuş bahar nəğməsi, qadının başında səma rəngidir. Naxışlar danışar min bir kəlməni, hər biri tarixdir, hər biri sirdir. Kəlağayı ipəyin nəğməsi, qadınlığın sükutla danışan dilidir. Kəlağayı yalnız bir örtük deyil, bir ana nəfəsi, bir nənə duasıdır. Rənglərində sevda, naxışlarında tale yazılmış bir sənətdir Kəlağayı. Nərmin Aslan, Əli Abbasov, Səhər Çağı.